Hazırda günün pik saatıdır. Paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın sıx hərəkəti müşahidə olunur. Ümumiyyətlə, hazırda, yəni günün pik vaxtı hesab olunan bir vaxtda paytaxt yollarında, küçələrdə vəziyyət necədir? Biz bu barədə daha ətraflı məlumatı ilə Nəqliyyat İntellektual İdarəetmə Mərkəzinin rəsmisi Ömər Xıdırovdan öyrənəcəyik. Ömər bəy, hər vaxtınız xeyir. Necədir küçələrdə vəziyyət? Salam, sabahınız xeyirli olsun. Vəziyyət yaxşılaşmağa doğru gedir. Amma elə yollar var ki, orada hərəkət sürəti çox aşağıdır və sıxlıq müşahidə edirik. Eyni qaydada ilk olaraq Üzeyir Hacıbəyli küçəsi ilə bağlı məlumat verim ki, burada Azadlıq prospekti ilə kəsişmə və mərkəz istiqamətdə avtomobillərin intensiv hərəkətini müşahidə edirik və nəqliyyat sıxlığı yoxdur. Azneft dairəsində də vəziyyət eynidir. İçərişəhər metro stansiyasından Neftçilər prospekti istiqamətində avtomobillərin rahat hərəkəti var, ancaq Yusif Səfərov küçəsində vəziyyət fərqlidir. Yusif Səfərov küçəsində Heydər Əliyev prospekti, Yusif Səfərov küçəsi və mərkəz istiqamətdə nəqliyyat sıxlığı müşahidə edirik və hərəkət sürəti də çox aşağıdır. Əks istiqamətdə isə Heydər Əliyev prospekti istiqamətdə isə avtomobillərin rahat hərəkəti var. Heydər Əliyev prospekti, Koroğlu Rəhimov, Təbriz və Yusif Səfərov küçələri istiqamətində də ümumilikdə götürsək biz intensiv hərəkət müşahidə edirik və burada da eyni qaydada Yusif Səfərov küçəsi istiqamətində nəqliyyat sıxlığı müşahidə edirik. Əks istiqamətdə isə Koroğlu metro stansiyası istiqamətdə isə avtomobillərin sərbəst hərəkəti var. Tbilisi prospekti keçmiş Nəqliyyat Nazirliyinin qarşısında da hər iki istiqamət üzrə vəziyyət artıq yaxşılaşıb. Sadəcə mərkəz istiqamətdə intensiv hərəkət müşahidə edirik. Heydər Əliyev prospektinin özündə də təxminən 10-15 dəqiqə əvvəl həm əsas yolda, həm sağ-kənar yolda mərkəz istiqamətdə sıxlıq müşahidə etsək də, hazırda Koroğlu metro stansiyasının yaxınlığından baxdıqda kameralarımız qeydə alır ki, vəziyyət yaxşılaşıb. Yalnız Sokarın binasının qarşısında sağ-kənar yolda tunelə giriş hissədə və mərkəz istiqamətdə burada artıq intensiv hərəkət müşahidə edirik. Digər bir məlumatımız isə Ziyəbinədo prospekti ilə bağlıdır ki, Ziyəbinədo prospektində də vəziyyət yaxşılaşıb. Burada da hərəkət sürəti hər iki istiqamət üzrə, yəni Koroğlu və 20 yanvar metro stansiyaları istiqamətində bərpa olunub və nəqliyyat vasitələri normal sürətlə yollarına davam edirlər. Sonuncu məlumatımız Bakı-Sumqayıt şosesi ilə bağlıdır ki, Bakı-Sumqayıt şosesində hələ də sıxlıq qalmaqdadır. Xırdalan dairəsindən 20 yanvar metro stansiyası istiqamətdə avtomobillər aşağı sürətlə hərəkət edirlər, sıxlıq var. Əks istiqamətdə, Sumqayıt istiqamətində isə vəziyyət yaxşıdır. Çox sağ olun Ömər bəy, ətraflı məlumat üçün. Bəli, Əsmər, deyə bilərik ki, günün pik saatı başa çatdıqca paytaxt yollarındakı küçə və prospektlərdə olan avtomobillərin sıxlığı da yavaş-yavaş başa çatır və nəqliyyatın rahat, maneəsiz hərəkəti təmin olunur.